Salam değerli izleyiciler, bugün size çok dadlı, göbələkli, bol pendirli çörək hazırlayacağım. Görünüşü gözəl və iştah açıcı olan bu çörəyi hazırlamaq isə elə də çətin deyil. Gəlin başlayaq. Əvvəl xəmiri yoğuraq. Bunun üçün mayanı aktivləşdirirəm. 180 ml ilıq suya 1 çay qaşığı maya və 1 çay qaşığı şəkər tozu əlavə edirəm. Qarışdırıb qoyuram kənara. 300 qram ələnmiş unun üzərinə 1 çay qaşığı duz əlavə edib qarışdırıram. Mayamız da artıq aktivləşib, qarışdırıb qabımıza əlavə edirəm. Və xəmiri yoğururam. Xəmiri bir yerə topladıktan sonra 1 xörək qaşığı bitki yağı əlavə edirəm və biraz daha yoğururam. Üzərini streçlə örtüb 1 saat isti yerdə dinləndirirəm. Xəmir dinlənənə kimi içliyi hazırlayıram. Bir baş soğanı xırda kubik şəklində doğrayıram. Göbələyi də ilə soğan kimi xırda kubik şəklində doğrayıram. Tavanı ocağın üzərinə qoyub bitki yağı əlavə edirəm. Soğanı da əlavə edib yüngül qızıl rəng alana kimi qızardıram. Soğanlar qızardıktan sonra göbələyi əlavə edirəm və birlikdə biraz qızardıram. Hazırdır, tez soysun deyə başqa bir qaba əlavə edirəm. Soyduqdan sonra üzərinə 50 qram Holland pendiri, 100 qram mozzarella pendiri, biraz da parmezan pendiri əlavə edirəm. Hamısını əlavə etmirəm, biraz da üzəri üçün saxlayıram. Yarım dəstə xırda doğradığım şüydü, duz, qara istiot və 1 çay qaşığı da pul biber əlavə edirəm. Yaxşıca qarışdırıram. Qeyd edim ki, siz bir cür pendirlə də hazırlaya bilərsiniz. Ya mozzarella ilə, ya Holland pendiri ilə. Yəni hökmən deyil 3 cür olsun. Sadəcə çeşid çox olanda hər pendirin öz dadı olduğu üçün daha maraqlı alınır dad baxımından. Yəni varsa vurun, evdə varsa vurun, yoxdursa bir cür edin. Xəmirimiz də artıq dinləndi, artdı. Əlimlə biraz forma verirəm və 12 eyni hissəyə bölürəm. Hər birini gündəliyirəm. Hamısını gündələdikdən sonra üzərini streçlə örtüb 15 dəqiqə dinləndirirəm. Gündələr dinləndikdən sonra bir-bir götürüb oval şəklində yayıram. Lazım olmadıqca ondan istifadə etmirəm. Sonra bu şəkildə ikiyə qatlayıram. Yeniden oklokla biraz üzerinden geçirəm.
Bitki yağı ilə biraz yağlayıram və rulet kimi bükürəm. Bitki yağı ilə yağladığım formaya bu şəkildə yerləşdirirəm və digər kündələri də ilə bu qaydada hazırlayıram. Qeyd edim ki, formanın diametri 24 cm-dir. Bütün kündələri hazırladım, bu şəkildə yığdım. İlk hazırladığım ruletlər gördüyünüz kimi köpüb. Üzərini streçlə örtüb biraz daha dinləndirirəm ki, sonda etdiklərim də dinlənsin. Dinləndikdən sonra içərisini hazırladığım içliklə doldururam. Siz ümumiyyətlə bu içliyi tamam başqa cür, başqa ərzaqlarla da doldura bilərsiniz. Məsələn, kartof püresi ilə pendiri qarışdırıb doldura bilərsiniz. Toyuğun döşəti ilə pendiri qarışdıra bilərsiniz və ya başqa tərəvəzlərlə, qarışıq tərəvəzlərlə doldura bilərsiniz, kalbasa ilə. Yəni fantaziyanıza uyğun hər hansı bir içliklə doldura bilərsiniz. Gördüyünüz kimi içliyin hamısını əlavə etdim. Bir yumurta sarısını çalıb üzərinə çəkirəm. Üzərinə bayaq saxladığım parmezan pendirini səpirəm. Və biraz da xaş-xaş səpirəm. Çörək otu və ya küncüt də olar. Əvvəlcədən qızdırdığım 190 dərəcəli sobada üzəri yaxşı qızarana kimi bişirirəm. Təqribən 30 dəqiqə. Hazırda formadan çıxarıram. Gördüyünüz kimi hər tərəfi eyni qaydada qızarıb, çox gözəldir. 2 şpatula yardımı ilə qaldırıb servis edəcəyim qaba qoyuram. Yəni narahat olmayın, içlik altdan dağılmır. Bol pendirli və göbələkli çörəyimiz süfrəyə verildi. Çörək istər ailə süfrəsi üçün və ya hansısa bir qonaqlıqda hazırlayıb süfrələrinizi bəzəyə bilərsiniz. Və təbii ki, qonaqlarınızı da təəccübləndirərsiniz. Nuş olsun. Əgər videolarımı bəyənirsinizsə və hələ də kanalıma abunə deyilsinizsə, kanalıma abunə olmayı və videolarımı yaxınlarınızla bölüşməyi unutmayın. Gördüyünüz kimi çörəyi heç bıçaqla kəsmək də lazım deyil. Bu şəkildə hər özü üçün bir kusok ayırıb ləzzətlə yeyir. Tərkibində mozzarella pendiri olduğu üçün elə uzana gedəcək, ona görə əlimlə kəsirəm. Çörəyi də çox yumuşaqdır, havalıdır. Bir sözlə sizə də məsləhət görürəm, hökmən hazırlayın.